Bu ilin ilk rübünün yekununda olan məlumata görə Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilən 30 milyard 43 milyon manat kreditin 4% və ya 1 milyard 209,2 milyon manatı vaxtında geri qaytarılmayıb. Yenavaz.com xəbər verir ki, vaxtında geri qaytarılmayan kreditlərin ümumi kreditlərdəki payına görə İran Bankının Bakıdakı filialı Bank Milli İran Bakı filialı ilk sırada dayanır. Bu bank tərəfindən verilən kreditlərin 29,7% vaxtında geri qaytarılmayıb. Qeyd edək ki, vaxtında geri qaytarılmayan kreditlərin payına görə ilk 7 yerdə qərarlaşan banklardan 5-i xarici kapitallı bankdır. Bank Milli İran Bakı Bankı filialından sonra ən çox problemli krediti olan bank Bank Avrasiya hesab olunur. Bu bankın verdiyi kreditlərin 12,6% vaxtında geri qaytarılmayıb. Siyahıda 3-cü sırada Rusiyanın Bank VTB Bankı, 4-cü və 5-ci sıralarda isə Türkiyənin Ziraat Bank və Yapı Kredi bankları yer alıb. Ən az problemli kreditə sahib olan bank isə Bank Respublika olub. Bu bank tərəfindən verilən kreditlərin cəmi 1,1% vaxtında geri qaytarılmayıb. Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən verilən və vaxtında geri qaytarılmayan kreditlər, həmçinin onların ümumi kreditlərdəki payı belə olub.